Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində Heydər Əliyev parkı yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan Chevrolet markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq parkın ərazisinə düşüb. Qəza zamanı bir neçə ağac qırılıb, avtomobilə isə ciddi ziyan dəyib. Minik maşınının sürücüsü olan qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Morkadan çıxıb, morkadan. Xanım dediyinə görə qabağına maşın çıxıb. Bu sağa götürüb, sağ tərəfə götürüb. Başını yığa bilməyib, saxlaya bilməyib olub, bardürə dəyib də. Saxlaya bilməyib, yenib bura, çönüb. Gördüyünüz nə vəziyyətdədir bu. Əsas olduğu üçün sürücü salamatdır. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.